Mövzumuz 21-ci əsr bacarıqları. Artıq 21-ci əsr bacarıqları 2024-ün kitabında tamamilə fərqli formatda verildi. 21-ci əsr bacarıqları haqqında biz əvvəllər danışırdıq. 21-ci əsr bacarıqları, kompetensiyalar, bunlar haqqında əvvəl biz başqa formatda bəhs edirdik və təbii ki 21-ci əsr bacarıqlarının daxilində bir çox məqamlar var idi. Məsələn, 21-ci əsr bacarıqları deyəndə biz öyrənmə bacarıqlarından bəhs edirdik. 4K, buna 4K da deyirdik həm də. Savadlılıq bacarığı, həyati bacarıqlar. Yenə də bunlar hər biri 21-ci əsr bacarıqlarıdır əlbəttə ki. 21-ci əsr bacarıqları 4K, məsələn 4K-ya nələr daxil idi? Kritik düşüncə, yəni tənqidi təfəkkür, kreativ düşüncə, yəni yaradıcı təfəkkür, kommunikasiya, ünsiyyət deyirdik, kooperasiya, əməkdaşlıq. Yəni bunlar 21-ci əsrdə baş verən, yəni şagirdlərdə öyrədiləsi əsas tutulan məqamlardır ki, hər bir şagirdin tənqidi düşüncəsi, yaradıcı düşüncəsi, ünsiyyəti və əməkdaşlığı olmalıdır. Eyni zamanda savadlılıq bacarığı var ki, bura informasiya savadlığını, media savadlığı və texnoloji savadlığı aid edirdi və həyati bacarıqlar var idi ki, çevik olmalı idi, liderliyi bacarmalı idi, təşəbbüskar olmalı idi, produktivliyi olmalı idi, sosiallığı bacarmalı idi. Bunlar hər biri 21-ci əsr bacarıqlarına aid idi. Və hələ də, yəni 21-ci əsrin əvvəllərində dövrün tələbinə uyğun insanın necə yetişdirməsi bir sual altındadır. Yəni bu müzakirələrə səbəb olmuşdu. Və bunun üçün də insan, yəni müasir dövrdə insan uğur qazanmaq üçün oxumalı, yazmalı, hardasa təbiət elmlərindən anlayışı olmalı, riyazi biliklərə malik olmalı, çox kompetensiyaları özündə nümayiş etdirməlidir. Və bunun üçün də biz bu günləri 21-ci əsr bacarıqları və kompetensiyalar dedik. 8 kompetensiyadan bəhs edəcəyik. Kompetensiya nədir? Müasir dövrdə, yəni insanlardan tələb olunan səriştə deməkdir. Yəni bu o deməkdir ki, bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyərlərin kombinasiya olunmuş şəklidir. Bilik, bacarıq, vərdiş, keyfiyyət və dəyərlərin kombinasiya olunmuş şəklidir. Və müasir dövrdə də insanın yiyələnməli olduğu həmin 18 kompetensiya 2006-cı ildə Avropa Şurası tərəfindən qəbul edilmişdir ki, bunun birincisi savadlılıq kompetensiyasıdır. Savadlılıq kompetensiyası dedikdə biz nə nəzərdə tuturuq? Bu savadlılıqdan bəhs edirik ki, yəni savadlılıq kompetensiyasında insanın öz elmini, ümumiyyətlə insanın bəzi informasiyaları qəbul etməsi, yəni yeni informasiyaları qəbul etməsi, araşdırması, öyrənməsi, kitab oxuması, jurnal oxuması, internetdən istifadə. Yəni bunlar hər biri savadlılıq kompetensiyasına aiddir. Yəni bu kompetensiya ünsiyyət, əməkdaşlıq, müstəqil öyrənmə bacarıqlarında hətta inkişaf etdirə bilir. Yəni təkcə bu savadlılıq kompetensiyasında insanın savadından yox, yəni bildiyini daha mükəmməl şəkildə öyrənməsindən bəhs olunur ki, yəni bu araşdıraraq insanlara çatdırmaq. Məsələn, biz müəllimlərin işi nədir? Yenilikləri öyrənib şagirdlərimizə çatdırmaq. Məsəl üçün biz təlimçilərin işi nədir? Hər dəfə yeni mövzuları, hər dəfə yeni sualları müdavimlərimizə öyrətmək. Bunun üçün nə edirik? İnternetdən araşdırırıq, YouTube-dan araşdırırıq, yeni kitablardan öyrənirik. Yəni savadlılıq kompetensiyası deyəndə biz bunu nəzərdə tuturuq. Gəlirik ikinci. Burada çox dil bilmə kompetensiyası. Baxın, çox dil bilmə kompetensiyası. Adından görünür də. Əvvəl biz buna xarici dillərdə ünsiyyət kompetensiyası deyirdik. İndi isə çox dil bilmə kompetensiyası. Yəni insanın öz dili ilə yanaşı başqa dili bilməsi. Əlbəttə ki, bu dövr bizdən ümumiyyətlə dövrümüz elə bir dövrdür ki, 20-ci əsr bizdən xarici dil tələb olunur. İşə gedirik, xarici dili istəyir. Hansısa bir peşəyə sahib olmalıyıq, dil istəyir. Yəni dil hər bir yerdə insan üçün önəm kəsb edir. Və çox dil bilmək, nitqin növləri haqqında məlumatlı olmaq, hansısa bir dildə üslubları, kommunikativ niyyətləri anlamaq,
dil və mədəniyyətlər haqqında məlumatlı olmaq, hər hansı bir yazılı və şifahi xarici dildə ünsiyyətdə olmaq, hansısa bir söhbətə təşəbbüs etmək xarici dildə. Bunlar hər biri nədir? Çox dil bilmək kompetensiyasına aid. Yəni yeni dillər öyrənmək istəyidir, mədəni müxtəlifliyə hörmətdir, hər şəxsin ana dilinə hörmətdir. Yəni bunlar hər biri nə gedir? Çox dil bilmək kompetensiyasının tərkibində gedir. Və üçüncü kompetensiyamız riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyası. Riyazi, elmi, texnoloji və mühəndislik. Baxın, elə riyazi kompetensiya deyəndə riyazi təfəkkürdən istifadə artıq gündəlik həyatımızda bizim üçün rastlaşdığımız problemlərin həlli yollarıdır. Yəni riyaziyyat olmasa, riyazi bacarığımız olmasa, biz nə dükanda alış-veriş edə bilərik, nə hər hansı bir evimizə usta çağıra bilərik. Yəni bu riyazi savadlı gündəlik saatımız olsun, bizim hər hansı bir məqam belə, yəni riyazi məqamla formalaşır. Tutaq ki, evdə adi bir qadının evində ailəsinə bişirdiyi belə yemək belə riyaziyyat tələb edir ki, evdə neçə nəfər var, ona uyğun yeməyini hazırlamalıdır. Yəni o belə riyaziyyat tələb edir. Yəni hər bir yerdə riyazi kompetensiya bizim gündəlik həyatımızda vacibi məqamlardır. Elmi kompetensiya deyəndə həyatda baş verən müxtəlif prosesləri izah etmək, təhlil etmək, əsaslandırmaq, nəticə çıxartmaq. Yəni bunun üçün də insan nə olmalıdır? Elmi savada malik olmalıdır və ondan istifadə etmək bacarığı mümkün olmalıdır. Qaldı texnoloji və mühəndislik kompetensiyası isə, yəni insanların tələb və istəklərinə uyğun olaraq texnoloji nədir? Mühəndislik, texnoloji yenilikləri, dəyişikliklərin yaradılması, bilik və bacarıqların istifadə edilməsidir. Yəni bunlar hər biri nəyə aiddir? Texnoloji və mühəndislik kompetensiyasına. Yəni elmi fərziyyələrin, texnologiyaların cəmiyyətdə qəbul edilməsidir, fərziyyələri sübut etməkdir, problemləri həll etmək üçün riyazi bacarıqlardır. Yəni yenə də bu kimi fikirlər də gətirir riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyasına çıxarır. Dördüncü, rəqəmsal savadlılıq. Adından nə görünür? Rəqəmsal savadlılıq. Rəqəmsal nədir? Texnologiyadan istifadə. Yəni istəyir hal-hazırda elə bir dövrdür ki, əlimizdə texnologiya gəzdiririk. Yəni bu telefon texnologiyadır. Yəni biz bu telefondan istifadə ediriksə, öz məqsədlərimizə uyğun, kimləsə əlaqə saxlamaq üçün, kimləsə məlumat almaq üçün, hər hansı bir fikri öyrənmək üçün. Yəni bu nədir? Rəqəmsal savadlığa gətirib çıxarır. Və məsəl üçün hal-hazırda da rəqəmsal savadlıqda ünsiyyət, yaradıcılıq, innovasiyaları dəstəkləmək, yəni rəqəmsal savadlıqda bu var. Eyni zamanda da rəqəmsal texnologiyanın imkanlarından, nəticələrinə həm də biz risklər qəbul edirik. İstifadə edərkən həmin o texnologiyanın imkanlarının məhdudiyyətlərini, nəticələrini və risklərini də qəbul etməliyik. Və burada proqramlaşdırmadan söhbət gedir, burada kiber təhlükəsizlikdən söhbət gedir, burada rəqəmsal texnologiyadan istifadə, etik prinsipləri anlamaq, riayət etməkdən söhbət gedir. Bu da nəyə aiddir? Rəqəmsal savadlığa. Gəldik 5-ci kompetensiyamız şəxsi, sosial və öyrənməyi öyrənmək kompetensiyası ki, biz buna öyrənməyi öyrənmək kompetensiyası və yaxud da metakognitiv bacarıq deyirik. Metakognitiv deyəndə nə nəzərdə tuturuq? Yəni insanın özü haqqında məlumatlı. Baxın, elə birinci cümlədə də burada var. Özü haqqında düşünmək, məlumatlı olmaq, vaxtında informasiyanı istifadə etmək öz xeyrinə, onu başqaları ilə əlaqə qurmaq, öyrənməyi öyrənmək, öz emosiyalarını, hisslərini idarə etmək, insanlarla uğurlu ünsiyyət qurmaq, gələcəyə yönəlik planlar, bunlar hər biri şəxsi, sosial və öyrənməyi öyrənmək kompetensiyasına aiddir. Gəldik 6-cı, fəal vətəndaş kompetensiyası. Adından görünür də fəal vətəndaş. Yəni burada məsuliyyətli vətəndaşdan söhbət gedir. Burada dövlətin, ölkənin, ictimai həyatı, dövlətin sosial, iqtisadi, siyasi konsepsiyalarından və strukturlarının məlumatlı olmaqdan söhbət gedir ki, yəni burada insana hörmət, konstruktiv münasibət, tolerantlıq, gender bərabərliyi, mədəni müxtəlifliyə hörmət, ümumi maraqlar. Yəni bu fəal vətəndaş adından göründüyü kimi bir insan ki, fəal vətəndaşdırsa, ölkəsi haqqında məlumatları bilirsə, onun ölkəsinin dövlətin ictimai siyasi həyatından maraqlıdırsa, yəni bunlar haqqında məlumatı varsa, deməli bu fəal vətəndaş
mövqeyi kompetensiyasına aiddir. Gəlirik 7. Sahibkarlıq kompetensiyasına. Sahibkarlıq kompetensiyası deyəndə yenə də burada bir sahibkardan söhbət gedir. Burada sanki bir liderlik var, bir belə deyək də biznes idarə etmək var, bir komanda ilə işləmək bacarığı var. Çünki sahibkar nəyə deyirik? Yəni sahibkar adətən hansısa bir layihəni planlaşdırır, onu idarə edilməsi ilə bağlı məlumatlı olur, eyni zamanda strateji düşünür, problemi həll etmək üçün çalışır və maliyyə savadlığı olmalıdır bu insanda, bunu nümayiş etdirməlidir, riskləri gözə, sahibkar deyəndə biz riski gözə alırıq da, tutaq ki, hər hansı bir sahibkar bir iş görmək üçün ilk öncə onun riskini nəzərə almalıdır, maliyyə savadlığı olmalıdır, başqaları ilə ünsiyyət bacarığı olmalıdır, etika qaydalara əməl etməyi bacarmalıdır, müzakirələr aparmalıdır ki, bu sahibkar hər hansı bir işi görə bilsin. Sahibkarlıq da bu deməkdir. Yəni uzaq görən, cəsarətli, məqsədə çatmaq üçün israrlılıq sahibkarlıq kompetensiyasına aiddir. Gəlirik 8-ci və sonuncu kompetensiyamız haqqında məlumat verək. Mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyasından söhbət edirik burada. Mədəni məlumatlıq nədir? Başqa xalqlara, başqa dinlərə hörmət, adət-ənənələrini bilmək, onlara hörmətlə yanaşmaq, başqa mədəniyyətlərə, məsəl üçün başqa dövlətə gedibsən, oradakı insanların mədəniyyətinə, dininə, dilinə, irqinə hörmətlə yanaşmaq. Bu nə deməkdir? Yəni başqa xalqlara hörmət, tolerantlıq nümayiş etdirmək, maraq göstərmək. Bu da nədir? Mədəni məlumatlıq və özünü ifadə edə bilmə kompetensiyasına aiddir. Biz bugün sizlə 8 kompetensiya haqqında danışdıq. Qısaca bunlar haqqında, hər biri haqqında izah verdim. İndi isə bunun Time 2024-də bilirsiniz ki, hər mövzu və mövzunun testi var. Əlbəttə ki, bizim əsas məqsədimiz nədir? Həm mövzunu oxumaq, həm mövzu haqqında testləri işləmək. Təbii ki, o zaman daha mükəmməl öyrənmə baş verər. Yəni, təkcə öyrənməklə və yaxud da sual-cavabla və yaxud oxumaqla biz nəyisə əldə edə bilmərik. Mütləq oxuduqdan sonra, çünki kurikulum elə bir məqamdır ki, kurikulumun testlərini işlədiyiniz zaman daha mükəmməl öyrənmə əlbəttə ki, baş verir. Onun üçün də nə edirik? Biraz da sizlə bunun testini işləyəcəm, amma sizlə birgə işləyəcək. Yəni, sizdən də cavablar, fikirlər alacağım və mümkün qədər çalışacağım ki, hətta özünüzə belə oxutduram testlərdən. İndi isə qoy ekrana testi gətirim və davam edək dərsimizə. Baxın, ilk sualımızdan başlayırıq. Xəyalə müəllimə, buyurun, oxuyun birinci sualımızı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Savadlıq kompetensiyası dedikdə şagirdlərdən şifahi və yazılı şəkildə təqdim olunmuş informasiyaları anlamaqla yanaşı interpretasiya etmək də tələb olunur. Bu məncə doğrudur. Aha, doğrudur, bəli. Və rəqəmsal savadlıq dedikdə İKT vasitələrindən istifadə etmək bacarığı ilə yanaşı, onlar vasitəsilə əldə edilən informasiyanın etibarlılığının sorğulanması nəzərdə tutulur. Bəli, yəni İKT, informasiya, kommunikasiya texnologiya, yəni bu planşetdən, kompüterdən, telefondan istifadə vasitələri ilə yanaşı, həm də onların etibarlılığı, bax bayaq dedim sizə, yəni etibarlılıq nəzərdə tutulmalı, yəni onların dərinliklərindən biz xəbərdar olmalıyıq. Bax, bu da doğru fikirdir. Aha, deməli, bu da doğrudur, bu da doğrudur. Baxın, plus qoyuram. Sonra digərlərini də oxuyaq. Şəxsi sosial öyrənmək kompetensiyası dedikdə vaxtı və informasiyanı səmərəli idarə və istifadə etməklə yanaşı öyrənmə prosesində şagirdin öz emosiyalarını tənzimləməsi nəzərdə tutulur. Aha. Bu doğrudur, amma bura yanlış yazılır. Bura yanlış yazılır. Düzdür, doğru fikirdir, amma yanlışın altında olduğu üçün bunu əlbəttə ki götürmürük. Aha, sonra çox dil bilmək kompetensiyası dedikdə yalnız digər dilləri öyrənmək yox,
Həmçinin o dilə hörmət etmək, o dilin vacib elementlərini Aha. mənimsəmək də nəzərdə. Bəli, Bu da məncə doğrudur. bəli, doğru fikir. Deməli burada Yanlış 4 fikir. doğru. Bilirsiniz ki, bu cədvəldə doğru var, yanlış var əlbəttə ki. Doğrunun altından doğrunu biz adətən götürürük. Yanlışın altında yanlış. Bəzən olur ki, bu cürdə test olur ki, məsələn, bütün fikirlər doğrudur. O zaman biz nə edirik? Ancaq doğrunun altında 1 ilə 2-ni seçirik. Bəli, cavabımız da olur burada A variantı. Digər müəllimlərdən kim oxumaq istəyir? Aha. Kim oxumaq istəyir? Buyursun, ikinci sualımıza baxsın. Oxuyaq. Aha. Yaxşı. Oxumaq istəyən yəqin ki, yoxdur. O zaman mən özüm oxuyum, birgə müzakirə eləyək. 20-ci əsr bacarıqları. 20-ci əsr bacarıqları ilə bağlı olan fikirlərdən hansı yanlışdır? Şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün onların müəyyən bir yaş həddinə çatması əsas şərtlərdən biridir. Bax, elə yanlış olan ilk məqamdır. Düzdür, digər variantları da oxuyacağam, amma qoy bunu bir izah edeyim. Hər hansı bir yaş həddinə çatmaq üçün əsas şərtlər biz onu götürə bilmərik. Necə əsas şərt? Yəni, şagird müəyyən bir yaşa çatdıqdan sonra artıq onda bir çox bacarıq formalaşır. Və 20-ci əsr bacarığını artıq onda formalaşdırmaq əlbəttə ki, gecdir. Onun üçün də müəyyən bir yaş yox, əvvəldən, yəni ağlı kəsəni, belə deyək də, məktəbə hazırlıq dönəmindən biz artıq 20-ci əsr bacarıqlarını şagirdlərdə formalaşdırmalıyıq. Tənqidi düşüncəsi olmalıdır, yaradıcı düşüncəsi olmalıdır, əməkdaşlığı bacarmalıdır, ünsiyyət qurmağı bacarmalıdır. Elə bizim yanlış fikrimiz budur və digər variantlara baxaq. Riyazi kompetensiyaya malik olmaq, riyazi təfəkkürdən istifadə edərək gündəlik həyatda rast gəlinən problemlərin həlli yolunu tapmağa kömək edir, ehtiva edir. Əlbəttə ki, doğrudur. Rəqəmsal savadlığa malik olmaq, həm də rəqəmsal texnologiyadan əldə edilən informasiyanın etibarlılığını yoxlamaq və ona tənqidi yanaşmağa ehtiva edir. Şəxsi sosial və öyrənmə kompetensiyası da həm də emosiyaları düzgün idarə edərək gələcəyə yönəlik planlar qurmağı bacarığını ehtiva edir. Bu da doğrudur. Maliyyə savadlığı nümayiş etdirməklə başqaları ilə müzakirə aparıb riskləri nəzərə almaq, sahibkarlıq. Bayaq dedim ki, sahibkarlıq deməli kompetensiyasında maliyyə savadlığı olmalıdır. Başqaları ilə müzakirə aparma bacarığına sahib olmalıdır. Ona görə Y variantı da əlbəttə ki, doğrudur. Gəlirik 3-cü sualımıza. Müəllim dərs zamanı keçiriləcək mövzuda şagirdlərə debat təşkil edir. Şagirdləri mövzu ilə bağlı iki fərqli mövqedən çıxış edirlər. Debat bilirsiniz də, debat əslində bir iş üsuludur. İş üsulları haqqında keçəndə o haqda danışacaq. İki tərəf olur. Bir tərəf təsdiq edir, bir tərəf təqzib edir. Şagirdlər deyir, mövzu ilə bağlı iki fərqli mövqedən çıxış edirlər. Lakin onlar debat zamanı öz fikirlərini dəstəkləyəcək düzgün arqumentlər gətirə bilmirlər. Müəllim proses boyu şagirdlərin mənbələri düzgün araşdırma bacarığının olmadığını müəyyənləşdirir. Situasiya ilə bağlı hansı fikir doğrudur? Əlbəttə ki, müəllim, yəni hər bir şagird əgər ki, o debatda, məsələn, tutaq ki, bir mövzu qoyublar, mövzudakı qəhrəman haqqında bir tərəf, məsələn, təsdiq edici fikirlər söyləyir, bir tərəf təqzib edici fikirlər söyləyir. Və əgər şagirdlər bunu öz sübutları ilə, arqumentləri ilə ortalığa gətirə bilmirlərsə, burada debatdan danışmaq olmaz. Və burada nə deyir, hansı fikir doğrudur? Şagirdlərdə savadlıq kompetensiyası zəifdir. Onlarda tənqidi düşünmə bacarığının inkişafına ehtiyac var. Tənqidi düşünmə nədir? Bəzən biz tənqidi düşünməklə tənqid etmək anlayışını səhv salırıq. Növbəti dərsimiz təfəkkür haqqındadır. Bu haqqda da geniş danışacağıq. Çünki tənqidi təfəkkür var orada. Amma yenə də qısaca izah edeyim. Tənqidi düşünmə bir şey haqqında olduğu kimi fikir bildirmək. Yəni mən o hansısa bir, məsəl üçün, tutaq ki, yağışın yağmağını çox sevirəm. Mən öz fikrimi bildirirəm. Eyni zamanda fikir bildirən zamanda fikrimi aydın ifadə edirəm də, arqument gətirirəm, sübut gətirirəm ki, mən niyə yağışı çox sevirəm. Bir nəfər də yanımda deyir ki, mən sevmirəm, o da öz fikrini ifadə etməyi bacarır. Bax, bu tənqidi düşünmə bacarığıdır. Deməli, burada şagirdlər öz fikirlərini ifadə edə bilməyiblər və eyni zamanda da onlarda savadlıq kompetensiyası zəifdir. Nə idi savadlıq kompetensiyası? Araşdırmaq, düzgün ünsiyyət qurmaq, yeni fikirlər öyrənmək. Deməli, həmin o şagirdlər bu mövzu haqqında
məlumatlı olmadıkları üçün onlarda savadlı kompetensiyası da zəifdir, tənqidi düşünmə bacarığı da zəifdir. Elə burada da olacaq A variantı. Gəldik. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq bəzən olur ki, məsəl üçün uyğunluq var, uyğunsuzluq var. Bayaq testdə dedim. Bəzən olur ki, bütün hamısı doğru olur, bəzən olur bütün hər bir cavab yanlış olur. Uyğunsuzluqda isə tamam əksini götürəcəyik. İndi gəlin oxuyaq cavablara baxaq. Məsələn deyir ki, mədəni məlumatlıq səriştəsinə malik olmaq şagirdlərdə müxtəlif icmalar arasında empatiya, anlayış inkişaf etdirir. Mədəni müxtəliflik nə idi? Başqa dinə, başqa dillərə, müxtəlif icmalara hörmət idi. Əlbəttə ki, onlarda empatiya hissi də olmalıdır, anlayış da inkişaf etməlidir. Ona görə birinci fikrimiz doğrudur. Gəldik. Mədəni məlumatlıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətləri tanış olmağa müqavimət göstərmir, açıq fikirlər nümayiş etdirir. Burada müqavimət göstərmir, yəni mədəni məlumatlıq səriştəsinə malik olan şagirdlər müxtəlif mədəniyyətlərlə müqavimət göstərmirlər, amma açıq fikirliyi nümayiş etdirib onlarla tanış olurlar. Bax budur. Yəni hər hansı, əlbəttə ki, biz gedib hər hansı bir xalqla, mədəniyyəti ilə tanış olmuruq, amma nə edirik? Açıq fikirli olaraq hörmət edirik ona. Bu fikir də doğru fikirdir. Müəllim şagirdlərin müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təşkil etməklə onlarda mədəni məlumatlıq səriştəsinin inkişafını təmin edir. Bu da doğrudur. Şagirdlərdə mədəni məlumatlıq səriştəsinin formalaşdırılması daha əhatəli və zəngin öyrənmə təcrübəsi yaradır. Burada da doğrudur. Amma bizdən nə deyir? Deyir ki, uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq olduğu üçün, məsələn, baxın, bayaqki bütün variantlar doğru olanda biz 1 ilə 2-ni götürmüşdük. Amma indi uyğunsuzluq dediyinə görə nəyi götürəcəyik? 3 ilə 4-ü götürəcəyik. Cavabımız olacaq C variantı. Aha. Gedək. 5-ci sualımıza baxaq. Müəllim şagirdləri qruplara bölür. Hər qrupa müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları, yaşam tərzi haqqında məlumat toplayıb təqdimat hazırlamağı tapşırır. Bununla bağlı şagirdlərdə müxtəlif mənbələr təqdim edir. Şagirdlər mənbələrdən vacib məlumatları seçərək təqdimatı tamamlayırlar. Verilmiş situasiyaya əsasən müəllim şagirdlərdə hansı səriştəni formalaşdırmağa çalışdığını müəyyən edir. Əlbəttə ki, burada müxtəlif ölkə, müxtəlif xalq artıq bundan söhbət gedirsə, nəyi götürəcəyik? Mədəni müxtəlifliyə əla, mədəni müxtəlifliyə hörmət. Əla, super. Gəlirik 6-cı sualımız. Müəllim şagirdlərə 1 ay müddətində özlərini akademik cəhətdən inkişafını izləməyi, öyrənmədə tətbiq etdikləri strategiyaları təhlil edərək onlardan özlərinə daha uyğun olanları qeyd etmələrini tapşırır. Müəllimin verdiyi tapşırığın şagirdlərdə formalaşdırdığı kompetensiyanın xüsusiyyətlərini müəyyən edin. Deməli, burada müəllim hansı kompetensiyadan, yəni şagird öz-özünü izləməlidir. C variantı, metakognitiv. Metakognitiv, aha, əladır, bəli, metakognitiv, yəni özünün fiziki, psixoloji, emosional durumunu sağlam saxlama və sağlam düşüncə haqqında məlumat alma. Yəni şəxsi, sosial və öyrənmə kompetensiyasından söhbət gedir. Biz buna həm də nə deyirik? Metakognitiv bacarıq. Şagirdin özü haqqında bacarığı metakognitiv bacarıqdır. Yəni özü haqqında məlumatlı olması. Bəli, burada da cavabımız olacaq Y variantı. Gəlirik 7-ci sualımıza. 2024-cü il Yaşıl Dünya naminə həmrəylik ili elan edilməsi ilə əlaqədar müəllim şagirdlərə istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işlərinin aparması ilə bağlı layihə və təqdimat hazırlamalarını tapşırır. Şagirdlər qruplara təyin edilmiş müddət ərzində həmin ərazilərin xüsusiyyətlərini araşdırıb, layihə təqdim etməlidirlər. Qruplar araşdırmada ofis proqramlarının imkanlarından effektiv ofis proqramı. Burada bizə bir neçə məqamı artıq vurğulaya gedir. Ofis proqramlarının imkanlarından effektiv şəkildə istifadə edirlər. Verilmiş situasiyaya istinad etməklə şagirddə hansı kompetensiyanın inkişaf etdiyi görülür. Burada 4 variant verib. Fəal vətəndaş,
Rəqəmsal savadlıq, mədəni məlumatlıq və özünü ifadə edə bilmə kompetensiyası, çox dil bilmək. Birinci mən buradan çox dil bilməyi silirəm. Nəyə görə? Çünki burada dil haqqında heç bir şey yoxdur. Ona görə dördlü variantımızın dördünü də çıxırıq. 1, A, B, C-ni çıxdıq. Mədəni məlumatlıqdan da bir şey yoxdur burada. Çünki burada sadəcə dövlətimizin, yəni həmin il olduğu üçün şagirdlər əlbəttə ki, rəqəmsal savadlılıq kompetensiyası. ay sağ ol. Çünki nədir? Ofis proqramı. Baxın, nəyə görə mən ofis proqramının adını çəkən kimi dedim, nəsə vurğulaya gedir. Əlbəttə ki, ölkəsi haqqında layihə hazırlayırsa, deməli burada fəal vətəndaşdan söhbət gedir. Bir də rəqəmsal savadlılıqdan. Cavabımız olacaq D variantı. 1, 2. Gəlirik 8-ci sualımıza. Məktəbdə şagirdlər üçün dərnəklər təşkil olunur. Bəzi şagirdlər əlavə dil öyrənmək məqsədi ilə dil dərnəyinə, artıq yenə də bizi nəyəsə işarə eləyirdi ki, dil dərnəyinə yazılır. Şagirdlərdən bir neçəsi dərnəyə davamlı olaraq gəlsə də, müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirmir, uğursuzluqla qarşılaşdıqda tez ruhdan düşür və çıxış yolu tapmaqda çətinlik çəkir. Verilmiş situasiyaya əsasən şagird davranışı haqqında hansı fikri söyləmək olar? Şagird çox dil bilmək kompetensiyasını formalaşdırmaq istəsə də, öyrənmək kompetensiyası, yəni metakognitiv bacarığı zəif inkişaf etdiyindən o nəticə əldə etməkdə çətinlik çəkir. Bizim əslində cavabımız elə bu A variantıdır. Digərlərini İkincidə B-də deyir rəqəmsal savadlıq. Burada rəqəmsal savadlıqdan söhbət getmir, heç baxmırıq. Sahibkarlıq kompetensiyası, yenə sahibkarlıq risk yoxdur, maliyyə yoxdur, nədənsə bu haqqda məlumat yoxdur, buna da baxa bilmərik. Şagirddə vətəndaşlıq kompetensiyası, bu dil öyrənir. Burada da vətəndaşlıqdan bəhs edir, D variantı da uyğun deyil. Şagirddə savadlıq kompetensiyası zəif inkişaf etməsi, onda digər kompetensiyaların formalaşmamasına birbaşa təsir edir. Bu variant savadlılıqla dildə tamamilə fərqliyi var. Çünki bizə burada situasiyanın tərkibində dil öyrənməkdən bəhs edir. Ona görə Y variantımız da əlbəttə ki, yanlışdır. Cavabımız oldu A variantı. Keçirik 9-cu sualımıza. Şagirdlər Yaşıl Enerji Çağırışı adlı layihə işi üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ ideyalar irəli sürmək hədəflənir. Onlar istifadə edilmədikdə sinif işıqlarını avtomatik söndürən sistemin üzərində çalışırlar. Lakin layihəyə məktəbdə digər şagirdlər də cəlb edilirlər. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Deməli, burada layihədən söhbət gedir və layihə istehlakından, deməli, enerji istehlakını azaltmaqla bağlı fikir irəli sürməlidirlər. Verilmiş layihə şagirdlərdə müxtəlif fənlərlə bağlı malik olduğu biliklərdən əlaqəli şəkildə istifadə etməyi tələb edir. Əlbəttə ki, burada bu fikir doğrudur. Çünki enerji azaltmaq, istehlak irəli sürmək, işığı artıq burada bir neçə fən, fizika, kimya, bəlkə də bir neçə fəndən söhbət gedə bilər. Bu doğrudur. Layihə işinin effektiv nəticələnməsi şagirdlərdə vaxtı və informasiyanı səmərəli istifadə etmə bacarığı tələb edir. Əlbəttə, şagird bunu vaxtında edərsə, yəni burada söhbət səmərəli idarə etmədən də gedir. Layihə şagirdlərdə müxtəlif situasiyalarda konstruktiv ünsiyyət qurma bacarığının formalaşdırılması baxımından da effektiv hesab edilir. Doğrudur. Ünsiyyət, çünki bir-birləri ilə ünsiyyət quracaqlar da layihədə bilirik ki, əməkdaşlıq olmalıdır. Layihə üzərində işləyərkən şagirdlər müxtəlif fənlərdən əldə etdikləri bacarıqları real həyatı problemlərin həllində istifadə etmə imkanı qazanır. Bəli, fizikadan, kimyadan, hər hansı bir fəndən əldə etdiyini real həyatda formalaşdırdı. Çünki enerji azlığını, yəni istehlak azaltmaqla bağlı məqamları üzə çıxaracaq, irəli sürəcək yeni fikirlər. Bu da doğrudur. Layihənin gedişatında şagirdlər yoldaşlarını motivasiya etməsi onlarda savadlıq kompetensiyasına. Motivasiya ilə savadlığın tamamilə bir-birinə əks məqamları var. Savadlıq nədir? Yeni biliklər öyrənmək, yeniliklər araşdırmaq, ünsiyyət qurmaq, yenilikləri öyrənib çatdırmaq. Amma motivasiya nədir? Dəstəkləmək, dəstəkləyib şagirdləri irəliyə aparmaq, həvəsləndirməkdir motivasiya. Ona görə də burada Y variantı yanlış variantdır. Müəllimə, Bəli. bir də bir şey soruşum. Motivasiya dəyərləndirmədə olur, hə, deyəsən. Motivasiya Burada o
Yox, Deyil. motivasiya özünü şəxsi və sosial kompetensiyadır. Yəni özü haqqında, yəni həm də onu motivasiya edirsən, irəliyə aparmaq bu şəxsi sosial və öyrənmə kompetensiyasına aid olan məqamdır. Məsəl üçün, şagird dostunu motivasiya edərsə, Aha, yəni öz-özünü idarə etmək və yaxud onu motivasiya etmək şəxsi sosial öyrənməyə aiddir. aha, çox doğru. 10-cu sualımız. Verilmiş fəaliyyətlərdən hansı rəqəmsal savadlıq kompetensiyasına aiddir? Rəqəmsal nə idi? Texnologiyadan istifadə idi. Şagirdlər texnologiyanın imkanlarından istifadə etməklə müxtəlif şəhərlərdən olan şagirdlərin iştirak etdiyi virtual qruplar yaradır və onlarla fərqli mövzularda müzakirələr təşkil edir. Deməli, texnologiya deyirsə, elə bu virtual qruplar varsa, elə cavabımız bu olacaq. Digər variantlara bir baxaq. Şagird müəllimdən aldığı rəyləri effektiv şəkildə dəyərləndirir və buna əsasən özünü daha inkişaf etdirmək üçün tədbirlər görür. Bu aid deyil. Bax, burada rəy var da, motivasiya, rəy, özünü inkişaf etdirmək. Şagird istər milli, istər beynəlxalq müstəvilərdə baş verən hadisələrlə bağlı müzakirələrdə konstruktiv yanaşma nümayiş etdirmə bacarığına malik olduğunu nümayiş etdirir. Bu da aid deyil. Şagird təşkil edilən məktəbdən kənar fəaliyyətlərdə ünsiyyətə daxil olan insanların müxtəlif mədəniyyətə malik olduqlarını nəzərə alaraq fikirlərini ifadə edir. Bunda da rəqəmsal savadlılıqla bağlı bir şey yoxdur. Şagird digər şəxslərin fəaliyyətlərini də müşahidə edir və əldə etdiyi məlumatlar əsasında öz öyrənmə prosesində müəyyən tənzimləmələr edib fəaliyyət göstərir. Bunlar heç birində yoxdur. Deməli elə nə olacaq? Cavabımız olacaq burada A variantı. Aha. 11-ci sual. Müəllim şagirdləri ekoloji çirklənmənin qarşısını alması ilə bağlı layihə işi tapşırır. Layihəyə başlamazdan öncə onlar araşdırma aparırlar. Şagirdlər ekoloji narahatlıqlarla səbəb olan plastik tullantıların təbiətə artırılmasının miqdarının artdığını müşahidə edirlər. Müəllim şagirdlərdən müxtəlif amilləri nəzərə alan həll yolları təklif edərək bu problemi həll etmələrini istəyir. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Baxın, burada bir çox situasiya elə bir məqamdır ki, bir çox məqamı vurğuladı bizə. Deyir, şagirdlər atılan plastik qabların sayını müəyyən etməli, onların sayını necə azalda biləcəklərini araşdırmalıdırlar ki, bu da onlarda riyazi savadlıq kompetensiyasına malik olmağı tələb etsin. Əlbəttə, yəni bizdən yanlış fikir istəyir, amma bu doğrudur. Çünki sayını azaltmaq, say varsa burada riyazi savadlıqdan söhbət gedəcək. Layihə işinin icrası şagirdlərin ətraf aləmin çirklənməsinə təsir edən amillərlə bağlı coğrafi biliklərdən istifadəni tələb edir. Ətraf aləm varsa coğrafiyadan söhbət gedəcək. Bu da doğrudur. Sakinləri prosesə cəlb etmək və tullantıların atılmaması vərdişlərini təşviq etmək üçün ictimaiyyətin məlumatlarını şagirdlərdən kommunikativ bacarıqlar tələb edir. Bu da doğrudur. Müəllim tədris zamanı planlaşdırılması fənlərarası fənüstü inteqrasiya ilə bağlı. Çünki həm riyazi deyirik, həm də həyatla bağlı olan məqamlar varsa, bəli, burada həm fənüstü olacaq, həm də fənlər arası olacaq. Verilmiş layihənin məqsədi proses zamanı şagirdlərdə müxtəlif fikirlərə və mədəni müxtəlifliyə dözümlü. Burada mədəni müxtəliflik ilə bağlı heç bir şey yoxdur axı. Ekologiyadan bəhs edir, çirklənmədən bəhs edir, insanlara bunu çatdırmaq barədə bəhs edir. Mədəni müxtəlifliklə bağlı burada heç bir şey yoxdur. Ona görə də elə cavabımız Y variantı olacaq. Gəlirik 12-ci sualımıza. Uyğunluq gözlənilmişdir. Riyazi savadlıq kompetensiyası və riyazi biliklər heç bir fərqi olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Baxın, burada elə yanlış verib, amma uyğunluq burada gözlənilib. Bunu biz götürə biləcəyik. Nəyə görə? Riyazi savadlıq başqa bir şeydir. Riyazi bilik tamam başqa bir şeydir. Riyazi savadlıq odur ki, gündəlik olaraq sənin riyazi biliyin. Amma riyazi bilik artıq riyaziyyatı mükəmməl bilməkdir. Bunların fərqi böyükdür. Amma burada nə yazıb? Deyir, bir-birini əvəz edə bilən terminlərdir. Xeyr, bir-birlərini əvəz edə bilməzlər. Riyazi bilik tamamilə fərqlidir. Riyazi savadlıq kompetensiyası isə fərqlidir. Ona görə fikir olaraq yanlışdır. Qarşısında da yanlış yazıb. Yəni uyğunluq gözlənilib. Müəllim şagirdləri dövlət standartlaşdırılmış ünsiyyət
formalarına cəlb etməklə onlarda fəal vətəndaş mövqeyi səriştəsinin formalaşmasını təmin edə bilər. Müəllim şagirdləri standartlaşdırılmış ünsiyyət formalarına cəlb etməklə. Ünsiyyətlə fəal vətəndaşın heç bir əlaqəsi yoxdur. Ona görə bu yanlışdır. Öz düşüncələrini, duyğularını və fikirlərini effektiv şəkildə ifadə etmə bacarığı şagirdlərdə özünü ifadə səriştəsinin formalaşdığını deməyə əsas verir. Yəni özünü ifadə nə deməkdir? Şəxsi sosial və öyrənməkdir. Yəni şagird öz fikirlərini ifadə edə bilər. Əslində bu doğrudur, amma qarşısına nə yazıb? Yanlış. Bunu da götürmürük. Şagirdlərdə riyazi savadlıq kompetensiyasını formalaşdırmağın yollarından biri də tədris prosesinə fənn-üstü inteqrasiyadan istifadə. Bəli, riyazi nədir? Tutaq ki, 1-ci sinif şagirdinə toplama öyrədirik. Necə deyirik? Deyirik, tutaq ki, 3 dənə alma bir əlində var, 2 dənə alma bir əlində var və yaxud da məsəl üçün 3 alma varındır, qardaşın gətirdi sənə 2. Fənn-üstü də bu həyatla bağlı olan məqamlarla şagirdlərə riyazi bilikləri öyrədirik və ona görə də doğru fikirdir. Cavab da olacaq Y variantı. Gəlirik. Mən də bilmədim. Yox, Buyurun. bu riyazi savadlıq kompetensiyası, riyazi bilik. Mən ancaq onları eyni bilirdim. Yox. Riyazi savad baxı deyirəm sizə. Tutaq ki, riyazi savad odur ki, sadəcə sənin gündəlik olaraq vurma, çıxma, toplama, bölmə bu kimi əməlləri bilməyindir. Amma sən durub tangez, kotangez və yaxud da məsəl üçün uzun tənliklər, yəni məsəl üçün onları bilmək məcburiyyətində deyilsən. Artıq bu riyazi bilikdir. Sən gündəlik olaraq toplamanı, çıxmanı, vurmanı, bölməni bilirsənsə, məsələn perimetri ölçə bilirsənsə, bu deməli sənin riyazi savadlığındır. Amma dediyim kimi bəzi məqamlar var ki, artıq o sırf riyazi biliyə gedir. O artıq riyazi bilik, dərin biliklər, riyaziyyat haqqında dərin biliklərdir. 13-cü sualımızı da oxuyaq. Buradan da yekunlaşdıraq. Şagirdlərdə yaşıllaşdırılmış sahələri artırmaq və havanın çirklənməsi ilə mübarizə məqsədi ilə geniş miqyaslı ağac kəsmə kampaniyasının planını hazırlayırlar. Fəaliyyət zamanı şagirdlər vətəndaşlarla söhbət aparmalı, onları bu kampaniyada aktiv iştiraka sövq etməlidirlər. Eyni zamanda onlar ağac növlərini, ekoloji faydalarına və yerli iqlim şəraitinə uyğun araşdırıb nəticəni əks etdirən təqdimat hazırlamalıdırlar. Verilmiş situasiya əsasən hansı fikir doğrudur? Şagirdlərin ümumi maraqlar üçün digər insanlar əməkdaşlığa sövq etmələri onların fəal vətəndaş mövqeyi kompetensiyasına malik olduqlarını göstərir. Bizə doğru fikri deyir və ağac kəsmə kampaniyasına plan hazırlayırlar və insanları bura cəlb edirlər. Bəli, əməkdaşlığa sövq etməli və əlbəttə ki, bu ölkəsi haqqında nə isə edirsə, dövləti haqqında edirsə, fəal vətəndaş mövqeyidir. Bir doğrudur. Şagirdlərin fikirlərini müxtəlif mədəniyyətlərə uyğun ifadə etmə bacarığı onların mədəni məlumatlıq kompetensiyasına malik olduğunu göstərir. Burada mədəniyyətdən söhbət getmir. Ona görə bu fikir 2 yanlışdır. Şagirdlərin həyatda baş verən müxtəlif proseslərlə bağlı təhlil aparıb nəticə çıxarmaları onlarda elmilik kompetensiyasının inkişaf etdiyini, bəli, elmilik nə idi? Hansısa bir elmi məlumatları bilmək, onu təhlil etmək, onu əsaslandırmaq elmi kompetensiyaya aiddir. Bu fikir də doğrudur. Şagirdlərin yaranmış problemin həllinə maraq göstərməsi onlarda rəqəmsal savadlıq. Əgər problem həll edirsə, uşaq burada rəqəmsaldan nə əlaqə? Yəni rəqəmsal bilirik ki, texnologiyadan istifadədir. Orada hansı ki, texnoloji məqamlardan istifadədir. Bu uşaq problem həll edir burada. Yaranmış problemi həll edirsə, deməli bu da yanlış olan fikirdir. Cavabımız olacaq 1, 3, B variantı. Müəllimlər, mən sizə bir mövzu izah etdim. Az-çox testindən də izah etdim. Növbəti dərs üçün inşallah Allah qismət edər, sizə yeni bir mövzu izah edərəm. Çox sağ olun müəllimə. Yenə testindən izah edərəm və qrup daxilində də bəzən bizim sual-cavabımız olur. İnşallah qrup daxili yenə sual-cavabımız olacaq. Qrupda qalın. Qrupun linkini yenə ataram, paylaşarsınız. Kimlər istəsə yararlansın. Çünki biz bir neçə dəfə qrup daxili sual-cavab etmişik. Eyni zamanda hətta qrupda belə test işləmişik müəllimlərlə. İndi inşallah növbəti dərs sizə mən təfəkkürün izahını verərəm və təfəkkürün testini çatarıq. Burada işləyərik, çatmarıq, qrup daxilində işləyərik. Orada da maraqlı dərsimiz gedir. Ümid edirəm ki, nəysə yararlı, faydalı bir dərs oldu sizin üçün. Növbəti dərs görüşərik. Müəllimə. Siz sağ olun. Gecəniz xeyrə. Sağ olun.